30 il idi ki erməni şərəfsizləri torpaqlarımızı yıxşal etmişdilər. Hələ bu da az değilmiş ki torpaqlarımıza ad da koymuştular. Berdizo yok Laçın, Şuşi yok Şuşa, Karbazar yok Kelbezer, İravanyan yok Kozalı, Matuni yok Kozaven, Akna yok Abdam, Jarakan yok Cebrail, Varanda yok Fuzuli, Samasar yok Kubadlı, Kopsakan yok Zengiran, İstefanaket yok Kançendi. Topraklarımız yıkışal altından alınmasına göre başta Cənab Prezidentimiz, Ali Başkomandanımız İlham Əliyev olmakla Qarabağda tarix yazan əsgərlərimizə, zabitlərimizə, rəşadətli ordumuza, Qarabağ qazilərimizə təşəkkür edirəm. Allah rəşadətli ordumuzu qorusun. Amin. Allah Qarabağ qazilərimizə şəfa versin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm.